Salam. 8-ci sinif 1-ci hissədən bugünkü dərsimiz olacaqdır. 3.4 Qanın tərkibi və funksiyaları. İnsan qanı laboratoriyada xüsusi üsulla çölçdürüldükdən sonra sınaq şüşəsinə 3 əsas təbəqə aydın görünür. Bax, bu sınaq şüşəsində olan qan sentrifuqa aparatından keçirilir və öz tərkib hissələrinə laylanmış olur. İndi buradan soruşulur bizdən ki, sizcə sınaq şüşəsinin ən alt qatında nə toplanır? Sınaq şüşəsinin ən alt qatında gördüyünüz kimi qırmızı rəngdə olan eritrositlər toplanır. Sonra isə qanın tərkibi nədən ibarətdir? Nələrdən ibarətdir? Baxırıq. Qanın tərkibi qan plazmasından və qan hüceyrələrindən təşkil olunmuşdur. Hansı ki, bax, bu sarı rəngdə görsənən qanın plazma hissəsidir. O, qanın 55%-ni təşkil edir. Tərkibində isə 90%-ə qədər su olur. Qalan hissəsini isə üzvü maddələr və mineral maddələr təşkil edir. Ortada olan bu ağ rənglər isə leykositləri göstərir. Mən üstündən xətt çəkdim. Bax, bu göy rəngdə çəkdiyim yerdə isə leykositlər laylanmış olur. İnsan orqanizmin daxili mühiti nisbi sabit olmalıdır. Əgər belə bir proses gözlənilməsə, orqanizm məhv ola bilər. Orqanizmin daxili maye mühitini qan, limfa və toxuma mayesi təmin eləmiş olur. Onların qeyd elədik ki, maye birləşdirici toxumaya aiddir və tərkibi nisbi sabitliyi qorunub saxlanılmalıdır, yoxsa orqanizm məhv ola bilər. Qan plazmasının maye birləşdirici toxuması orta yaşlı sağlam insanlarda bədən kütləsinin 7-8%-ni təşkil edir. O, orqanizmdə bir sıra funksiyalar yerinə yetirir. Belə ki, qan toxuma və hüceyrələrə qidalı maddələrlə yanaşı oksigen daşıyır. Həmçinin həyat fəaliyyəti nəticəsində əmələ gələn parçalanma məhsullarının kənarlaşmasında iştirak edir. Qan orqanizmə daxil olmuş patogen mikroorqanizmləri, yəni xəstəlik törədən mikroorqanizmləri və müxtəlif zəhərli maddələri zərərsizləşdirmək qabiliyyətinə malikdir. Hormonların daşınmasında, orqanizmin istilik tənzimində də qan iştirak etmiş olur. Burada fəaliyyətə baxırıq, qanın formalı elementlərinin mikroskopda müşahidəsi verilibdir, gördüyünüz kimi. İndi bizdə burada soruşulur. Hansı qan hüceyrələrini müşahidə etdiniz? Baxırıq, çoxlu miqdarda olan, bax, bu qırmızı rəngdə, çəhrayı salan rəngdə görsənənlər, üstündən xətt çəkdim, dairə şəklində bu eritrositləri göstərir. Bildiyiniz kimi, eritrositlərin miqdarı qanda çoxdur, o qana qırmızılıq rəngi verir. Bundan başqa, böyük ölçüdə olanlar, bax, bu böyük ölçüdə olanlar leykositləri göstərir. Kiçik nöqtə şəkilli olanlar isə trombositləri göstərir. Baxdığınız preparatda hansı qan hüceyrələrinin sayı çoxdur, daha çox idi. Qeyd elədim ki, eritrositlərin miqdarı daha çoxdur. Üçüncüdə, bütün qan hüceyrələrində nüvə olduğunu söyləmək olarmı? Qeyd eləyək ki, qan hüceyrələrində trombositlərdə nüvə yoxdur. Eritrositlərdə yeni yarananda nüvəyə malik olsalar da tez bir zamanda nüvələrini itirmiş olurlar. Leykositlər isə ömrü boyu nüvəyə malik olurlar. Yəni, eritrositlərdən fərqli olaraq leykositlər nüvəyə malikdirlər. Yəni, eukaryot hüceyrələrdir. Qan plazmadan və formalaşmış elementlərdən təşkil olunubdur. Plazmanın 55%-ni su təşkil, deməli, plazma qan toxumasının hüceyrəarası maye hissəsidir. Qanın 55%-ni plazma təşkil edir. Plazmanın tərkibi 90% sudur. Yerdə qalan hissəsi isə qeyri-üzvü və üzvü maddələrdir. Eritrositlər yetkin halda nüvəsiz olurlar, bölünməyən qan hüceyrələrdir. Bax, ortadan basıq disk şəklində olurlar. Bax, bu təsvirdə göstərilibdir. Halqa şəklində, ortadan basıq disk şəklində olurlar. Qırmızı sümük iliyində əmələ gəlirlər. Yarandığı zaman nüvəyə malik olsalar da, tez bir zamanda nüvələrini itirirlər. Ömürləri 120 gündür, qaraciyər və dalaqda parçalanır. Oksigenin və qismən karbon qazının daşınmasında iştirak edir.
Bundan başqa, burada bilirsinizmi? Bir eritrositdə təqribən 250 milyon hemoqlobin molekulu olur. Hər hemoqlobin özünə 4 oksigen molekulu birləşdirir. Qeyd edək ki, bir hemoqlobin hüceyrələrə 4 oksigen molekulunu daşımış olur. Burada leykositlərə baxaq. Leykositlər də qan hüceyrələrinə aiddir. Qan hüceyrələridir, nüvəyə malikdirlər, rəngsizdirlər, yalançı ayaqlar əmələ gətirmək qabiliyyətlərinə malikdir. Bəzi növləri var ki, onlar kapilyar damarların divarlarından çıxaraq orqanizmə daxil olan yad cisimləri və zəhərli patogen mikroorqanizmləri tutaraq zərərsizləşdirir. Əsasən qırmızı sümük ilində və limfa düyünlərində yaranır. Limfa düyünlərində yaranan leykositlər limfositlər adlanır ki, onlar orqanizmin müdafiə olunmasında xüsusi rol oynayır. Leykositlərin bəzi növləri yalançı ayaq əmələ gətirmək qabiliyyətinə malikdir ki, onlar yad cisimləri və mikroorqanizmləri deməli yalançı ayaqları vasitəsilə, bax bu təsvirdə gördüyünüz kimi bakteriyanın təsviri veribdir. Onu yalançı ayağına tutur, stoplazmasına keçirir və orada onu həzm eləyərək məhv eləmiş olur və beləliklə də sonra isə öz stoplazmasının içərisinə alaraq qeyd elədik, xüsusi fermentlərin iştirakı ilə onlara həll edir ki, bu proses də fagositoz adlanmış olur. Qan hüceyrələrindən biri də trombositlərdir. Bax, bu gördüyünüz kimi trombositlər dediyi nüvəsizdir. Bunların başlıca funksiyası qanın laxtalanmasında iştirak etməkdir. Orqanizmin müdafiə reaksiyasında anticisim adlanan xüsusi zülal mənşəli kimyəvi birləşmələr də iştirak edir. Müdafiə funksiyasını yerinə yetirmək üçün anticisimciklər qanda və limfa maiyəsində leykositlərin bir növü olan limfositlərin iştirakı ilə həyata keçirilir. Trombositlərə gəlincə qeyd elədim, rəngsizdir, nüvələri olmur. Onlar qırmızı sümük iliyində əmələ gəlir. Yaşama müddətləri 7-10 gündür. Adətən trombositlər qaraciyər və dalaqda parçalanır. Başlıca funksiyaları qanın laxtalanmasında iştirak etməkdir. Qanın laxtalanması mürəkkəb bir prosesdir. Orqanizmin qan itkisinin qarşısını almaq üçün mühüm bir qoruyucu funksiyadır. Bu prosesin baş verməsi üçün qan plazmasında kalsium ionları, K vitamini, sonra qanın plazmasında həll olan fibrinogen və ondan yaranan fibrin mövcud olmalıdır. K vitamini qaraciyərdə protrombin və digər bəzi qan laxtalanma amillərinin sintezi üçün vacibdir. Kalsium ionları isə bu amillərin aktivləşməsində protrombinin fibrinə çevrilməsində birbaşa iştirak edir. Burada təsvirdə qanın laxtalanma prosesi göstərilibdir. Hansı proses, hansı ardıcıllıqla həyata keçirilir. Bildiyiniz kimi qanın laxtalanma prosesi orqanizmi qan itkisindən qoruyur. Deməli, qoruma mexanizminə malikdir. Burada gördüyünüz kimi, əgər damarların divarı zədələnərsə hər hansı səbəbdən trombositlər dağılır, plazmaya laxtalanmanı təmin edən fermentlər xüsusi maddələr xaric edir. Sonra isə trombositlər deməli, trombosit tıxacının formalaşması, fəallaşmış trombositlər həmin deməli, zədələnmiş damar hissəsində, mənfəzində toplanmış olur və beləliklə qan plazmasında həll olan protrombin zülalı trombinə çevrilir, hansı ki, bunun həyata keçirilməsi üçün deməli, fibrinogen, suda həll olan zülal, suda həll olmayan fibrin sap şəkilli zülala çevrilmiş olur ki, onlar da bax, bu zədələnmiş hissədə toplanaraq qan hüceyrələrinin damardan çıxmasının qarşısını alır və beləliklə qanaxma dayanmış olur. Orada tromb əmələ gəlir. Qanın hüceyrələrindən ibarət olan tromb əmələ gəlir ki, bu qan laxtalanması prosesini həyata keçirmiş olur. Elə insanlar var ki, anadan gəlmə olaraq onlarda qanın laxtalanma qabiliyyəti olmur. Belə xəstəliyə hemofiliya deyilir. Onlar hemofiliyadan əziyyət çəkirlər. Çünki onlarda laxtalanma qabiliyyəti yoxdur. Limfa
Həmçinin limfada laxtalanır. Limfa mayesinin laxtalanması isə nisbətən yavaş həyata keçirilir. Onun da tərkibində fibrinogen var, mövcuddur. Keçirik, düşün, müzakirə et, paylaş. Qana daim bir çox maddələrin daxil olmasına baxmayaraq plazmanın tərkibi demək olar ki, dəyişmiş. Sizə nə üçün? Biz qeyd elədik ki, orqanizmin daxili maye mühitini qan, limfa, hüceyrə arası toxuma mayesi təşkil edir və onların da tərkibi nisbi sabit olmalıdır. Bu nisbi sabitlik qorunub saxlanıla bilməzsə, orqanizm məhv ola bilər. Ona görə də deməli, onun tərkibinə daxil olan maddələr, zərərli məhsullar ifrazat orqanları vasitəsindən və digər yollarla bədəndən kənarlaşdırılmış olur. Bu işdə onlara həm sinir və həm də humoral tənzimləmədə iştirak etmiş olur və beləliklə orqanizmin daxili maye mühitinin nisbi sabitliyi qorunub saxlanılır. Nisbi sabitliyi qorunub saxlanıla bilməzsə, orqanizm məhv ola bilər. Bugünkü dərsimiz bu qədər, qalanları isə növbəti dərsimizdə. Sağ olun.